İndi isə baxaq biz mətn suallarının cavablarına baxaq. Mətnlər də sadədir, çox da çətin deyil. Hansı hikmətli kəlamlarla mətndəki əsas fikri qüvvətləndirmək olar? Mətni oxumusunuz yəqin ki, pisə sahib olmaqdansa yaxşını görmək sərfəlidir. Pislikdən, yaxşılıqdan burada söhbət getmir. Çalışmaq, həyat, düşünmək isə işıqdır. Buradan da bir şey söhbət, düşünməkdən söhbət getmir. Lovğalıqdan söhbət getmir. Məsələn, təhlükəni heçə saymaq yox, onun haqqında tədbir görmək lazımdır. Oğlan kimi cəsarət heç qorxmamaq deyil, qorxuya baxmayaraq özünü təhlükəyə atmaqdır. Bunda demək olar 1C, 37C. Sonra mətndəki əvvəldə işarə olunmuş ifadələr əslində doğrunu müəyyən edin. Deməli bu özünü itirmək ifadəsi bu. Bir də burada var acığı tutmaq ifadəsi 2 kvadrat işarəsini qoyulub. Məcazi mənadadır. Çətin vəziyyətdə nə edəcəyini bilməməkdir. Düzdür. Biz biri götürəcəyik. Sonra həqiqi mənadadır. Xeyr, 2-ni atacağıq. Atdıq. Məcazi mənadadır. Özündən çıxmaq deyil, özünü itirmək. Bu əsəbləşmək deməkdir. 3-ü də atacağıq. Baxaq, həqiqi mənadadır. Xeyr, səhvdir. Qaldı nə? Y. Məcazi mənadadır. Cinayətlə əsəbləşmək deməkdir. Doğrudur. Y. Mətnə aid plan bəndi hesab edilə bilməz. Ananın yalvarışları 1 olar. 1-i çıxarıq. Sonra 1-i çıxdıq. Balaca qızın çarəsizliyi bəli 2. Yox, bu da var. 2-ni də çıxarıq. Ağır yox, deyir heç bir xəsarət almamışdı. 3 olmaz. 3 olmaz. Biri cavab 3-ümüz olacaq. Bunlar getdi. Baxaq sonra bura nə verib. Mənzərin xəcaləti var. Sonda ananın. Hikmətin tərəddüd etmir. Birbaşa quyuya atlanır. Y. Əslində altdan xətt çəkilmiş. Sözlər əsasında cümlələrdə, kontekstdəki mənalarda işlənmişdir. Altdan xətt çəkilmiş. Bağladıqdan, qızın bağladıqdan həqiqi mənada bağlamaq. Bir də burada mətndə işləyən həqiqi mənadadır. Yazıcı əsərindəki həm müsbət, həm də mənfi sürətləri işləmişdir. Bu olmaz. Tarlada altda işləməkdən söhbət gedir. 2. 5 ildən çox davam edən müharibədən sonra sülh bağlamadan söhbət getmir. 1 ilə 3-ü silsək, qaldı nə? 2, 5. Başını qaldırıb saata baxdıqda 15 bu da söhbət işləməkdən getmir. Özü ilə gətirdiyi ipləri qoyuna bağladı. Bu da həqiqi mənadadır. 2, 5, B. 40-da B. Əvvəlində rəqəm qoyulmuş hansı cümlələr mətndən çıxarılsa məzmununa xələl gəlməz. Baxaq. Demək ki, 1. Balaca Hikmət anada toxusu görüb dedi. Bax, bunu çıxarsaq mənası itirəcək. Bax, məzənin içindən keçirdi. Ana gəl, burada nəsə fikir qırıqlığı olur. 1 getdi. Xoşbəxtlikdən quyuya dərin deyil. Bax, quyuya yıxılıb. Bunu çıxarsaq divarların darlığı quyunun içində olan uşağı əzilməyə qoymayıb. Bu olmasa da olar. 1-i 2-dir. Sonra 3-ə baxsaq, mədəndə işləyən fəhlə bu da əsasla bağlıdır. Çünki burada fikir qırılacaq. Mənzərin açığı tutsa da bir söz demədi. Bunu çıxarsaq buradan mən quyuya düşərəm. Hikmət belinə kəndiri bağlayıb. Burada da bir şey olmur. 2, 4 cavab D. Mətnə əsasən obrazlarla bağlı doğru fikirləri müəyyən edin. Hikmət anasının etirazına baxmayaraq öz köməyini təklif edir. 1 doğru. Mənzər istənilən vəziyyətdə oğluna arxa durur. Xeyr, durmur, qoymur. Hikmət cəsarəti balaca qızı xilas etməyə insanlardan rəğbətlə qarşılanır. Doğrudur. Mənzər adamlara minnətdarlıq dolu sözlərdən pərt olur. Çünki utanır orada. Qoymamışdı. 1, 3, 4 C doğru. Hikmət Lala üçün narahatlıq keçirsə də anasının sözünə çıxa bilmir. Xeyr, çıxır. Doğrudur. Mənzər Hikmətin təklifinə əsasən quyuya yaxınlaşır. Bəxş verən hadisədən xəbər tutur. Doğru. Lalənin anasının çarəsizliyi başına düşən Mənzər Hikməti quyuya düşməyə sövq edir. Yanlışdır. Cəmaatın quyuya düşən uşaq Mənzəri qəzəbləndirir. Belə bir şey yoxdur. 1-3 yanlış. Bu ananı qəzəbləndirmir heç nə. Onu qəzəbləndirən uşaq onu saymamağıdır. Quyunun ağzından ensiz olması cavan fəhlənin oraya düşməsinə mane törədirdi. Bu doğrudur. 1-3D, 43D. Mətnə əsasən cədvəldəki nəticələrin doğru səbəblərini müəyyən edin. Lalənin anasına kömək etməsi Mənzərə müraciət belə bir şey yoxdur. 1 yanlışdır. Biz bunu silərik. Zirək oğlan uşağı atarışdan fəhlənin hökumətin kömək istəməsi, kömək özü təklif edir, o istəmir. 2-ni də atarıq. Hikmətin Laləni xilas etmək üçün quyuya düşmək istəməsi 3-ü götürərik. Deməli 1 olacaq 3. Sonra Hikmət İsfahani quyuya düşməkdən qorxmayan qoçaq olar böyütməsi, Lalənin anasına təşəkkür etməsi 4 olar. 4. Mənzərənin quyuya düşməsi üçün Hikmətin cəsarətlendirməsi yenə bu söhbət yoxdur. 5 səhv, 3-4 A variantı, 3-4 səhv eləmirəmsə burada. Mətndə əsasən cədvəli bunu bilmirik. Cavab kartında yazmısınız. Yəqin ki, elə hərəkət et ki, sonra utanmayasan. Bunda yəqin ki, belə bir şey olacaqdı. O ananın orada Mənzərin fikirlərdə birinci oğlunu qoymur, amma sonra görür ki, müsbət addımdır. Hamı onu gəlib təşəkkür edəndə utanır. Ondan əlaqələndirib normal 1-2 cümlə yazsaz düz olar yəqin ki. Yuxarı Gövhər Ağa mətnidir. Mətnlərin hər ikisi rahatdır. Yəni çox da çətin mətn deyil. Birinci mətn yəni çox rahatdır da, dəhşət. Yəni 5 dəqiqəyə oturub yazmaq olar. Hətta elə bir şey. Mətndə çərçivə daxilində verilmiş sözün kontekstə görə uyğun mənası vandalizmdir. Orada vandalizm biz tarixdən vandallardan bilirsiniz Romada vəhşicəsinə məhv edilməkdir. Mətndə əsasən doğru fikirləri müəyyən edin. Yuxarı Qarabağ müharibəsində interyeri məhv edilmişdir. Daxili bəli doğrudur 1. Birinci Qarabağ müharibəsi yox, ikinci Qarabağ müharibəsi. 2-ni silsək. Memarlıq abidəsində Şuşanın yaradılması tarixi haqqında məlumat almaq olar. Təbii ki, almaq olar. 3. Şuşa qalasının divarları, Şuşa qalasının yox, Ağa məscidin 4-də səhv 1-3.
Nömrələmiş hansı cümlədə fikrin özündən əvvəlki səbəbi verilmişdir? Baxaq 4-ə. 4. Yuxarı Gövhər Ağaməsidir erməni vandamıza zərər çəkdi. Niyə? Bu müharibə zamanı səbəbini verir orada. Bu da doğrudur. Və mətnə əsasən Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Baxaq, Qamışdan məscid tikdirir Pənali xan. Şuşa qalasının qurucusudur. Bu da elə özüdür. Biri AB, biri AB. Baxaq sonra şəhər üçün əhəmiyyətli olan memarlıq abidəsi inşa etdirir. Hər ikisi. Yəqin ki, burada 3 var. Mən bilmirəm burada nədir. 2 mərtəbəli qoşa minarəli bina tikdirir. Gövhər ağa D. Bir də tikdirdiyi binanın üzərinə ziyan vurulmuşdur. Bu da Y. Cavab olacaq nə? B. Mətndə üzərində rəqəm yazılmış sözlər əsasən cədvəldəki doğru fikirləri müəyyən edin. İdə dağıtmaq. Üzərində rəqəm yazılıb. Dağıtmaq. Dağıtmağı görmürəm mən burada. Yararsız var. Yararsız dağıtmaq. İşğalçıları dağıtdı, erməni dağıtdı. Bu həqiqi mənadadır. Həqiqi mənadadır, bəli. Doğru fikirləri müəyyən edin. Bir doğru, sel körpüsünü dağıtdı. Sözün digər mənada xeyr. Bu həqiqi mənadadır. Gediş. Baxaq. Biz biri silsək buradan. Sonra gediş. Baxaq məcazi mənadadır. Gediş sözü. Gediş incilərdən əsarətindən gedişi. Müharibənin gedişi. Bu məcazi mənadadır. 2 məcazi mənada. Gəlin heç istəməz gedişin. Bəli, bu doğrudur. 2-ni götürərik. 3-ə baxaq əsarət. Qəbrim gözlərinin əsarətindədir. Bu əsarət nədir? Baxaq. Erməni əsarətindən qurtuldu. Abdələrimiz erməni əsarətindən. O həqiqi mənadadır. Bu da 3 də yanlış olacaq. Qabaq olacaq D. Bağışlamaq. Məhkim Xəstənin yeni həyat bağışlamışdı. O prezidentin bağışlamağından həqiqi mənadadır. Kim xənəsi həyat bağışlamışdı. Bu məcazi mənada düzdür. 2, 4, 5 düzdür. İnci. Deməli, incilərdə memarlıq incisi məcazi mənadadır. Elə incilər gözləri qamaşdırırdı. Bu da doğrudur. 2, 4, 5 düzdür. Sonra baxaq 52. Mətnin plan ardıcıllığını müəyyən edin. Deməli, məscidin inşası, sonra gəlir nə? Sonuncu məscidin memarı, sonra qaldı nə? Deməli, işğalın ağır nəticələri, təntənəli açılış ən sonda olmalıdır 5. Ona görə biz bunu rahatlıqla silə bilərdik. Sonra 1 əvvəldə olmalıdır. 4 əvvəldə heç vaxt olmaz. Bunu da silsək cavab qalır nə? B variantı. 2 düşməndən qurtuluş. Bu da hardasa 5-dən qabaqda açılış. 2-5 olmalıdır. Bu da B. Hansı nümunə ilə mətnin giriş və əsas hissəsini arasında əlaqə yaratmaq mümkündür? Mən burada C götürdüm. Uşaqda məscid. Bax burada desək ki, fikir belə bitirdim. Deyir ki, Şuşa şəhəri yuxarı Gövhər ağa məscidi və ya Şuşa məscidi Şuşanın şəhərinin mərkəzi meydanında yerləşən şəhər arasında tikilmiş ən qədim məsciddir. Sonra fikri biz belə tamamlaya bilərik də, yəqin ki, bunlar heç. Sonra heç nə bu da heç. Həmin dövrdə Şuşa qalası inşa edilir. Yox. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınmışdır. Demək olar. Bir də həmin dövrdə onun göstərişi ilə Şuşa qala daxilində xan ailə sözünü qəsr və məscid inşa edilir. Necə götürdük, baxarıq buna nə gələr. Mətndə və cədvələ əsasən dəqiq oxuyub bir də baxarım onu. Mətnə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. 2021-ci ildə Gövhər ağa məscidi yenidən tikildi. Belə bir söhbət yoxdur. Gövhər ağa məscidinin divarları rəsmlərlə bəzədilmişdi. Bəli, var idi orada. 2, düzdür. Kərbəlayi Səfixan Qarabağ Gövhər ağanın yenidən tikilmə söhbəti yoxdur burada. Kərbəlayi Səfixan Qarabağ Gövhər ağanın maddi məsələsinə tikilən 3-cü Cümə məscidinin memarıdır. Bu doğru fikirdir. İbrahim Xəlil xan hakimiyyətə gəldikdən sonra Pənali xanın tikdirdiyi məscidin yerində yeni yox, elə təzədən deyəsən bərpa etmişdi. Bu da yanlış. 2, 4C. Mətnə əsasən cədvəli doldurun cavab kartında. Mətnə əsasən cədvəldə işarə qoyulmuş sözlərlə bağlı cədvəli tamamlayın. Bu da işarə qoyulmuş sözlər əsasında hansılardır o? Rəşadətlidir. İndi bilmirik də orada nə verib. Bir də yararsızdır. Yəqin həqqi məcazi belə bir şey istəyəcək və digər mənada yəqin ki, onu da düz yazarsınız. Bu qədər çalışmışam. Mən biraz tələsik oxumuşam mətni. Bir dənə sualda onu təzədən baxaram. Nəsə olsa komment hissəsinə yazaram.